Salyanda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğrayıb. Press xəbərlərin taza istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib. İttiham aktına görə 38 yaşlı Sənubər Rəhimova şərt adla bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkən heç kimin olmamasından istifadə edib və bacısı oğluna eləcə də onun arvadına məxsus ümumilikdə 3500 manatlıq qızıllar oğurlayıb. Zərər çəkənin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və barəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı 2 il əvvəl ölüb və az yaşlı oğlu ilə birgə yaşayır. Yekun olaraq o əməlindən peşman olduğunu və az yaşlı övladını tək böyütdüyünü deyərək barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərər çəkən şəxs də oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətin olmadığını deyir. Məhkəmənin hökmü ilə Sənubər Rəhimova 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunur. Bundan başqa ona elektron qolbaq taxmaq, gecə saat 23-dən səhər saat 7-yə dək yaşadığı evi, həmçinin 9 ay ərzində isə Salyan rayonunu tərk etməmək tapşırılıb. Sizi ilə mən Nüsrət Sakitoğlu, Press xəbər.